Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Abşeron rayon Masazır qəsəbəsində giriş sağ yuxarı masif 6 nömrəli məktəbə yaxın, marşruta da bir 300-400 metr məsafədə yerləşən 2 mərtəbəli, deməli 4 otaq həyət evimiz nəqd və kreditlə satışa çıxarıldı. Sənəd torpağın çıxarışı da əziz izləyicilər, torpağın da çıxarışı xüsusi mülkiyyət kənd təsərrüfatı təyinatlıdır. Əzizləyicilər, bəzi işləri qalıbdır, daxili qapıları qalıb, aboyu qalıb, onlar hamısı tamamlanıb, fasad rəngləri də yerindən bərpa olunacaq. Həyət, yəni 2 sot torpaq sahəsidir, ev də 100 kvadrata yaxındır. Torpağın texpasportu, torpağın kupsası, alqı-satqı müqaviləsi hamısı var. Daxili kreditlə verilir, tək şəxsiyyət vəsiqəsindən rayon başı qeydiyyat fərqi yoxdur, iş yerinə arayışa ehtiyac yoxdur əzizləyicilər. Hər kəs yararlana bilər. Ətraf yaşayışdır, mərkəzi kanalizasiyadır. Həyətin deməli istifadə yararlı, yəni həyət suda qoyulub. Əzizləyicilər, kanalizasiya trapıdır, mərkəzi kanalizasiyadır. Masazırda onu da qeyd edeyim ki, sağ olsunlar dövlətimiz 99% hamısı mərkəzi kanalizasiyadır əzizləyicilər. Qaz, işıq, su, sayğaclar hamısı təmin olunub sizə təhvil verilir. 2 mərtəbəli evdir. Birinci mərtəbəsində, bax, girən kimi burada deməli mətbəxdir. Hər mərtəbədə mətbəxti var. Deməli, tavan da bax, belə keçmə gözəl taxta ilə yığılıbdır. Hər mərtəbəsində deməli mətbəx var. İstəsəz yuxarıdakı mətbəxti ləğv edin, 5 otaq olur. 5 otaq olur və hər mərtəbəsində hamam otağı var. İlkin ödəniş 45 mindən götürə bilirsiniz əzizləyicilər. Burada da bir deməli bir otağımız buradadır. Aboyları hamısı vurulacaq, daxili qapıları qoyulacaq. Allahın izni ilə bütün divar kağızları hamısı vurulacaq əzizləyicilər. Deməli, burada istilik sistemi də kombidir, xəttlər də çəkilib. Burada da bir belə böyük otağımız var. Birinci mərtəbədə 2 otaq, hamam, tualet və mətbəxt. Bu birinci mərtəbəyə aiddir. Torpaq sahəsi də görürsünüz, həyətin genişliyini, böyüklüyünü görürsünüz. Həyətin ən azı bir 4 maşın, 5 maşın daxil ola bilir. Ətraf yaşayışdır. İnternet, qaz, su, işıq, mərkəzi kanalizasiya, hər bir şey mövcuddur. Əzizlər, sadəcə məktəbə, marşruta ən az sadəcə bir yola yaxın deyil. Yəni yola bir 400-500 metr məsafəsi var. 2 sotda da ətraf yaşayışdır. Buradan çox gözəl yerdir. Duz Gölü havası durur. Yaxında deyil Duz Gölü. Bura Masazırın giriş sağ yuxarı masividir. 6 nömrəli məktəb də deyilir. 569 sayılı marşruta belə deyək, bir 500 metr, 400 metr məsafəsi var əzizləyicilər. Deməli, daxil olaraq ikinci mərtəbəndə sizə təqdim eləyək. İkinci mərtəbədə də deməli, girən kimi otaqlar koridordan paylanılır. Burada bir mətbəxtimiz var. Yəni, burada mətbəxtdə burada ehtiyac yoxdur. Yuxarıda 3 otaq, buranın mətbəxti, buranı ləğv eləyin. 3 otaq yuxarıda olur ikinci mərtəbədə. Ümumi 5 otaq, 1 mətbəxt eləyə bilərsiniz. Amma belə 2 ailəli üçün nəzərdə tutulub. Hər mərtəbədə belə hamam otağı var, hamam tualeti var və hər mərtəbədə mətbəxti və otaqları var. Bu birinci yataq otağımız. İkinci mərtəbənin də burada deməli ikinci otağıdır və hamam otağı və mətbəxt. Deməli 4 otaq, 2 mətbəxdir. 4 otaq, 2 mətbəxdir. 5 otaqda eləyə bilərsiniz. 6 ilə qədər ümumi 105 min manatdır kreditlə, daxili kreditlə, notarial qədim müqavilə. Ümumi qiyməti əzizləyicilər 105 minə gəlib çıxır. Deməli, nəqd aşağı yeri olacaq, sənəd torpağının çıxarışıdır. Bu tərəf, yəni, belə deyək də, ətraf yaşayışdır. İlkin ödəniş 45 min, qalan məbləğ də 6 ilə bölünəcək. Belə 4 ilə də verə bilərsiniz, 3 ilə də, 2 ilə də imkanınıza baxır. Hər kəs yararlana bilər. Satışda başqa evlərimiz də var. Nəqd və kreditlə təmirli və təmirsiz satılası əmlak varsa müraciət eləyə bilərsiniz. Satışda torpaqlarımız da var. İstədiyiniz layihədə də tikilib sizə təhvil verilir. İstənilən sotda və kvadratda. Satılası Masazırda eviniz, torpağınız, əmlakınız varsa, İnşallah əlaqə saxlayın, konumatın şəkili videosu varsa atın, məsləhətləşək, satılması üçün də köməkli göstərə bilərik. Bir tərəfdən çəkiliş pulsuzdur. İnşallah istənilən yerdə konumatın gələk çəkiliş yeri Allahın izni ilə satılması üçün köməkli göstərər. Nömrəmiz WhatsApp sanki eyni nömrədir, 054 70 145 09. Əzizləyicilər, izlədiyiniz üçün təşəkkürlər. Allah sizi qorusun.